səhər saat 10-11 arası aşkara yeməyə gəliblər. Gəlir, pul yazdırır ora, yeməyin yedi, çıxdı getdi. Ölü evinə yemək apararlar, ölü sahibindən yemək gözləməzlər. İnsan insanın ruhunu doyurmaq üçün, insan düşüncəsini doyurmaq üçün, oradakı söhbətlərlə, oradakı xitabətlərlə biz axirətimizi, aqibətimizi, insanlığımızı xatırlamalıyıq. Yas düşüb, hələ cənazə yerdədir, hələ dəfn olmayıb, o tərəfdə dananı qışqırdırlar. İhsan süfrələrini verilməsi zəruri ehtiyac deyil. İnsan gedib özünü borca xərcə salır, nə qədər kreditə girir ki, atasının yasını versin. Ki, biz yas sahibinə yük olmamalıyıq. Onun yükünü yüngülləşdirməliyik. Təbii. Bir israf məclisi yox, bir islah məclisi olmalı. Yas mərasimlərində Quranın oxunması, hədisin oxunması, Allah kəlamının oxunması daha çox vacibdir. Ona görə ki, yas mərasimində insan çox kədərli, çətin anlamdadır və ən kədərli anında ən yaxın dostunu xatırladır. Yəni Allahı. Salam, hörmətli tamaşaçılar. İman verilişinin növbəti buraxılışı ilə görüşünüzə gəlmişik. Bugün sizinlə maraqlı bir mövzunu müzakirə eləyəcəyik. Yas mərasimlərində ehsan verilməlidirmi? Mövzunu müzakirə etmək üçün ekspertləri dəvət etmişik. İlahiyyatçı Ağa Hacbəyli, sosioloq Mail Yaqub. Xoş gəlmişsiniz. Xoş gördük. Çox sağ olun. Ağa müəllim, Azərbaycan yas ənənəsinə, yaxud Azərbaycan yas ənənəsinin müasir vəziyyətinə baxdıqda biz müəyyən kənara çıxma hallarının şahidi oluruq. Və əlbəttə ki, müəyyən hallarda biz ümumiyyətlə ifratı müşahidə edirik. Buna görə də biz istəyərdik ki, siz bir ilahiyyatçı kimi ümumiyyətlə mövzuya belə toxunasınız. Bugün yas mərasimlərində geniş yayılan ehsan ənənəsi İslamın yasla əlaqəli qaydaları ilə üst-üstə düşürmü? Yaxud Peyğəmbərin dövründə yas mərasimləri necə olmuşdur? Biz istəyərdik ki, mövzuya bu cür giriş edək. Buyurun. Mən də fürsətdən istifadə edib dəyərli izləyicilərimizi Allahın gözəl salamı ilə salamlamaq istərdim. Dəyərli Əl-Vüsal müəllim, dəvətiniz üçün təşəkkür edirəm. İslam dini bir mədəniyyət dinidir. Əslində, kainat çapından daha böyükdür. Çox qəribədir ki, əsrlərdən bəri süzülüb gələn bu mədəniyyətin təhrif olunmasını və yaxud da bir çox geniş anlamlı kəlmələrinin daraldığını, məhdudlaşdığını şahidi oluruq. O kəlmələrdən biri də ehsan kəlməsidir. Əlbəttə ki, ehsan Qurani Kərimdə təqribən 70-dən artıq yerdə üzərində durulan çox önəmli məna vadilərini bizə ifadə edən dərin əslində mənalarla dolu bir kəlmədir, bir məfhumdur. Lakin bayaq söylədiyimiz kimi müəyyən ənənələr görünür ki, bizim adətlər əslində dinimizin o çalaqlarının içərisində dolaraq bəzən mənada qıtlıqlar yaradıb. Bu kəlmələrdən biri də ehsan sözüdür. Hansı ki, Qurani Kərim deyir ki, əhsin kəmə əhsənallahu ileyk. Əslində ehsan Allahın bir əmridir. Bunu yerinə yetirməsi Peyğəmbərimiz Aleyhisselatü Vesselam'ın dilində isə ehsan ən ta'budullah kəənnəkə tarahu fə in ləm təkun tarahu fə innəhu yarak. Yəni, sən Allahı görürcəsinə ibadət etməyindir. Əlbəttə ki, biz Allahı görənməliyik. Amma deyir, o səni görür. Deməli, ehsan əslində ilahi huzurda yaşamanın ləzzətini, feyzini alma şövqüdür. Lakin biz bu kəlməni daha çox ifadə elədiyimiz kimi endirmişik dünyamızda yas mərasimlərinin içərisində verilən yeməyin adıdır. Verdiğiniz suala gəlincə ki, Allah Resulü Aleyhisselatü Vesselam'ın dövründə yas əlbəttə ki 3 gün təyin olunmuşdur. Özəlliklə biz qaynaqlarımızı araşdırdığımız zaman bir hədisə daha çox rast gəlirik. Cəfər Təyyar Həzrətlərinin Muta Savaşında 629-cu ildə o şəhadət iksirini içdiyi zaman sevgili Peyğəmbərimiz səhabələrinə deyir, o evə gedin, o evə dəstək olun. Özünüzlə bərabər yemək götürün. Deməli, əslində yas mərasimində ehsan var.
Amma bu ev əhli, yas olan adamlar tərəfindən gerçəkləşdirilmir. Bu ətrafdan o evə verilən dəstəkdir. Odur ki, günümüzdəki yasla Peyğəmbərimiz Əleyhissalatu vesselamın dövründəki yas mərasimləri arasında bəli kifayət qədər dəyişikliklər var. Yəni ağa müəllim, İslamda yasla yaxud ehsanla bağlı qayda belə səslənir. Ölü evinə yemək apararlar, ölü sahibindən yemək gözləməzlər. Beləmi başa düşürük? Əlbəttə ki, açıq şəkildə Allahın Rəsulü Aleyhissalatu vesselam tövsiyə edir ki, o evdə hüzün var, kədər var, qəm var. Siz ora o insanlara yardım eləməyə gedin. Yəni o dərdli, qəmli, hüzünün, o matəmin içərisində olan insanlar bir dəqiqə başlarını itirib, itkilərini doldurmaq, onu o boşluqla barışmağa çalışırlar və bir tərəfdən gedən qonaqlar, bir tərəfdən gələn insanlar orada bir ziyafətə çevrilir. Görürsünüz ki, ehsan adında o ibadət onsuz da məhdudlaşdırılır və bundan sonra da bir ziyafətə qapı açılır, dəbdəbəli, şahanə məclislər qurulur və sonra zəngin insanların gəlməyi, daha mənim məclisim daha ali olsun, daha gözəl olsun, filan kəs baxır, ətraf nə deyəcək, filan kəslər nə söyləyəcək kimi deyimlər də məsələnin içərisinə girib, əslində ehsan kimi möhtəşəm bir kəlmənin ruhu zədələnib. Və beləcə biz bu günləri yas yerlərinə gedəndə gözümüzü belə deyək, yaxşı mənada ki, görə ehsan veriləcəkmi? Hansı ki, ehsan qarın doyurmaq üçün yox. Ehsan insanın ruhunu doyurmaq üçün, insan düşüncəsini doyurmaq üçün. Oradakı söhbətlərlə, oradakı xitabətlərlə biz axirətimizi, aqibətimizi, insanlığımızı xatırlamalıyıq. Odur ki, əslində İslamdakı ehsanın təməlində, kökündə bu dayanır. Nəyə ki, yemək, əlbəttə insan müsafirinə yemək verər. Bizim milli adətlərimizdə də var, qarın doyurmaq, fəqirlərin, füqaraların qarnını doyurmaq. Amma yas yeri qarın doyurma məclisi deyil. O daha çox insana axirəti, aqibəti xatırladır. Bir hədisdə Peyğəmbərimiz Aleyhissalatu vesselam məqbərələrlə bağlı deyir. Deyir, zurul məqabirə fə innəhə tuzəkkirukumul axirə. Deyir, siz qəbirstanlıqları ziyarət edin, onlar sizə axirəti xatırladır. Bu axirəti xatırladan yerin başlanğıcı yasdan başlayır. Deməli, o yas anı bizə axirəti xatırlatmalıdır, Allahı xatırlatmalıdır, aqibəti xatırlatmalıdır. Təşəkkür edirəm, ağa müəllim. Əziz Mail müəllim, siz sosioloqsunuz. Əlbəttə ki, mənəvi mərasim hesab olunan yasların bir növ ziyafətə çevrilməsi cəmiyyətə təsirsiz ötüşmür. Və çox təəssüf ki, bəzən yas mərasimləri bizdə sosial yarışı xatırladır. İnsanlar Allah razı qalsın, Allah atama rəhmət eləsin məntiqi ilə deyil, məsələn, el-aləm nə deyər, qorxusu ilə bu qədər xərc çəkirlər. Sizcə biz necə etməliyik ki, cəmiyyətdə yas mərasimləri sosial yarışa deyil, müsibət anında mənəvi cəhətdən insanın yanında olmaq mərasiminə çevrilsin? Vacib sualdır. Demək, gözəl dediniz, insanlar nə deyər? Bu, biraz da psixoloji bəhsdir. Bəli. İnsan fərd olaraq, istər fərdi işlərində, istər ictimai işlərində, məsələn, yas mərasimi ictimai məsələdir, toydur, yasdır. Bir də fərdi addımlarında, məsələn, maşın alıram, kostyum alıram, paltar alıram, hər hansı bir yerə gedirəm. Burada insanlar nə deyər? O qəlbdən çıxmalıdır mütləq. Çıxmasa rahat olmayacaq. İndi bu o demək deyil, mən hüququ pozum, əxlaqı pozum, dini qaydalarımızı pozum. Din də əxlaqdır da. Din əcaib bir şey deyil ki, təəssüflər olsun ki, bəzən bizə çox qorxulu, geridə qalmış qanunlar toplusu kimi təqdim edilir. Kim dini belə təqdim eləyirsə, onun öz təfəkkürü zəifdir. Din mütərəqqi əxlaq toplumudur. Əxlaq, mədəniyyət, ağa müəllim demişəm. Bunu biz nəzərə almadan deyək ki, mən müstəqiləm, istədiyim kimi yaşayıram, mənim ürəyim istəyir, maşını şəhərin içində 150-200 sürətindən sürəcəm. Yox, o anlama deyil. Bəli. Bu, başqa bir məsələdir, psixoloji məsələ.
Mən toy eləyirəm. Yas mərasimi keçirirəm. Əzizim, gözün qalmasın insanlar nə deyər? Təxminən 2 ay, 3 ay bundan qabaq efirlərin birində də dedim bunu. Bakıda çox böyük imkanı olan bir iş adamı, biznesmen oğlunun toyunu getdi qəsəbəsində elədi. Orada bir böyük şadlıq evi vardı. Nümunə. Bəli, mənə o qədər ləzzət verdi. Bakıdan bir 200-250 nəfər adam getmişdi ora. Çünki adamın bütün o əlaqələri Bakıdadır. O qədər gözəl toy keçdi. Milli musiqilər, oranın öz yeməkləri, həmin bölgənin yeməkləri, hüzur, rahatlıq, gözəllik. Bu adam bir nümunə qoydu ki, əzizim, mən öz yolumu gedirəm, öz həyatımı yaşayıram. Adam istəsəydi Bakıda ən bahalı şadlıq evində ən təmtəraqlı toy eləyərdi. Götdük, rayon mərkəzində də yox, qəsəbəsində elədi toyu. Palatka toyu deyildi, şadlıq evində toy keçirilirdi. Amma hər halda da Bakının təmtəraqlı şadlıq evi hara? Siz təsəvvür edin ki, mən şəxsən özüm o toydan dərs aldım. Yas mərasimi də elə. Bax, yas mərasimində Ramiz Röşən bir söz var, qəşəng misradır, deyir ki, dostu dünyadan köçür, dostuna xitab edir, dünyadan köçən dostuna xitab edir. Deyir ki, gedirsən, deyir, ən yaxın dostunun yanına, daha nə dərdin var sənin. İndi yas mərasimi insanın həm də o böyük əzəli dostunu xatırlaması mərasimidir də. Yəni Allaha. Burada nə baş verir? Öz müşahidəmi deyirəm. 2 nümunə deyəcəm. 1. Bölgələrin birində getdik yas mərasiminə. Səhər saat 10-11 arası biz çatdıq ora. Mən gördüm ki, əməlli başlı bura restorandır, yeməkxana. 3 nəfər gəlir, səhər saat 10-11 arası aşkara yeməyə gəliblər. Gəlir, pul yazdırır ora, yeməyin yedi, çıxdı getdi. Vallahi bu ayıbdır. Bu mənzərə. 2-ci nümunə. Demək, Bakıda yas mərasimlərin birində bizim dostumuzun yaxını rəhmətə gedib, getmişik, ehsan gətiriblər. Ağa müəllim demişən, indi ehsan yaxşılıq etmək deməkdir, ümumiyyətlə. Hüsn sözündən də yaxşılıq etmək. İndi burada yeməyə transfer olub da, bir nəfər gəldi, yemək yedi, canı dillə, sanki yeməkdən qisas aldı. Qisas aldı. Sonra bir yarım saat, 1 saat oturduq orada, qalxanda hamı gəlib pul yazdırırdı ora. Bu səhnə mənim heç vaxt yadımdan çıxmır. Özümə utandım mən. Həmən bu adam hansı ki yeməkdən qisas alırdı, əlində bükülmüş pulu gətirdi, belə tulladı şeyin qabağına, o pul yazanın qabağına. Çıxdı, getdi. Bu nə deməkdir? İndi ağsaqqallardan biri dedi ki, mənə, dedi, müəllim, sən danışırsan, efirlərdə mən bu mövzuda danışmışam, amma dedi, əvvəllər bizdə belə idi. O ağsaqqal dedi, o ağsaqqalın təxminən indi bir 60-dan birə çox yaşı var. Dedi ki, əvvəllər belə idi. Hamı qonşu baca yemək gətirirdi. Özləri yemək gətirirdilər. Orada yas yerində indi 3 gün olur, 5 gün olur, 1 həftə olur, yeyirdilər. Sonra dedilər ki, daha heç kim öz evindən gətirməsin, gəlin pul yığaq. O ortalığa yığılan pulla gedək yemək alaq, hamıya verək. Deyir, əsli belə olub. İndi yemək verilməsində problemi yoxdur. Problem başqa yerdədir. Yenə də ucqar kətlərin birində yas yerinə getmişik. Orada bir alicənab müəllim bu sözü dedi mənə. Dedi ki, müəllim, bu mövzularda danışın. Yas düşüb, hələ cənazə yerdədir, hələ dəfn olmayıb. O tərəfdə dananı qışqırdırlar. Bu nə deməkdir, deyir, bu bizim axı, biz bu qədərmi hərisi yeməyə. O
dünyadan köçən insanın hörməti sınır. Axı bu insanın hörməti var, ehtiramı var. Apar bir dəfn elə və s. və axır. Burada ifrata varması Əlifsal müəllim dediyi kimi yarışa girilməsi problemi var, əzizim. Bunun qarşısını al. Yoxsa ki, sən ehsan verirsən, yemək verirsən, bu sənin öz işindir. Heç kim onun qarşısında almır. Sadəcə yarışa çevirmə. Sən bunu başa düş ki, sən heç kimə görə yaşanmırsan. Özünə görə yaşa, öz fəlsəfən olsun, öz düşüncən olsun, öz dünya görüşün olsun. Bunu abartmayın, bunu problemə çevirməyin. İnsan gedib özünü borca xərcə salır, nə qədər kreditə girir ki, atasının yasını versin, sonra da bir neçə il onun kreditini ödəsin. Təşəkkür edirik Mail müəllim. Həqiqətən də İslamın bu xüsusən də vəfat etmiş şəxsin qohumlarına münasibətdə əsas qaydası budur ki, biz yas sahibinə yük olmamalıyıq. Onun yükünü yüngülləşdirməliyik. Və istər ailə yas sahibi özü içindən gələn istəklə o ehsanı versin, istər adət-ənənənin arxasınca gedərək bu hərəkət eləsin. Son nəticədə bunun sən ölünün yasını tutmaq, ağrı acısı ilə baş-başa qalmaqdan bir qədər kənarlaşırsan. Səni daha başqa şeylər fikir maraqlandırır. Mən gələnləri necə yola salım, filan harda çadır açım, yaxud bu qədər pulu hardan tapım. Məhz bizim Peyğəmbərimiz də bunu nəzərə aldığı üçün, bayaq bizim ilahiyyatçımız qeyd elədi, o göstərirdi ki, ölü evinə əgər uzaqdan gələnlər vardırsa, yaxud ölü sahibinin başı ölüyə qarışmışdırsa, qonşular yemək bişirərək apararlar. Eyni zamanda ev sahibi əgər ilk 3 gün ərzində bu işə özünü verərsə, əlbəttə ki, bu onun həm ölüsü ilə, kədəri ilə, istirabı ilə baş-başa qalmasına mane olacaq. Həm də olan bir ənənənin, yəni daha doğrusu Peyğəmbərin qoyub getdiyi bir sünnənin unudulmasına gətirib çıxaracaq. Yəni ilk 3 gün ərzində ev sahibinin yemək verməməsi sünnətdir, amma ev sahibinin sonralar yemək bişirərək gələnlərə dağıtması bu bir adətdir. Bilirsiniz, yas mərasimi ölümün xatırlandığı bir yer olmalıdır. İnsanlar ora gələrək ölümü xatırlamalıdırlar, ibrət çıxarmalıdırlar. Amma yeyib içməyə başladıqda, bir-birləri ilə söhbət etdikdə bu çevrilir olur ictimai yığıncaq. Beləliklə, yas mərasiminin bizə aşılamalı olduğu dərs bir kənarda qalır. Əziz ağa müəllim, bəzən biz müşahidə edirik ki, insanlar, bayaq Mail müəllim də bu məsələyə toxundu, borca girərək öz vəfat etmiş kimsələrinə ehsan verirlər. Və üstəlik biz həmin o ehsan süfrələrində, ki biz cəsarətlə onu ziyafət süfrələri adlandıra bilərik, israfın da şahidi oluruq. Sizcə, həm borca girməməklə, həm də israf etməməklə bağlı İslamın göstərişlərinin fonunda bugünkü ehsan süfrələri necə görünür? Çox sağ olun. Əslində bizi həyatda borçlandıran çox şeylər var. Bəzən biz belə deyək, toya da borçlanıb gedirik, həccə gedirik, nə bilim, oradan istəyirik ki, borcalaq gedək, qurban kəsmək istəyirik, borcalaq gedək. Amma bunların heç biri doğru addım deyil. Biz o Quran-ı Kərimdə bir ayədə Rəbbimiz deyir ki, Allah insana yükündən ağır yük verməz. Lə yukallifullahu illə vəsə'ə. Yəni, uca yaradan insana bir yük veribdir ki, bir mənəvi yük. Onun həddini insan aşmamalıdır. Hər kəs bu dünya evində, bu dünya xəlbirində ələnir. Kimi varı ilə, kimi yoxsulluğu ilə, kimi belə deyək, gözəlliyi ilə, kimi qolunun, biləyinin gücü ilə hər kəs bir imtihan içərisindədir. Çünki kitab söylüyor ki, biz sizi acılıqla, qıtlıqla, malınızla, mülkünüzlə, canınızla imtihana çəkirik. Lakin bəzən görürük ki, biz bu borc məsələsində, ki, hansı Quran-ı Kərimin ən böyük ayəsi borcla bağlıdır. Və bu ayəni də bir istismar eləmiş oluruq. Əslində, insan bəli, borc ala bilər həyatda,
İnsan borçlana bilər, mümkün olan bir şeydir. Bu da yardımlaşmanın bir formasıdır. İnsan borç da verə bilər. Amma borcu nə üçün alırıq? Borcu insan o yerdə alacaq ki, onun zəruri ehtiyacları var. Ehsan süfrələrinin verilməsi zəruri ehtiyac deyil. Və yaxud da toyların belə şatafatlı, dəbdəbəli keçməsi, o israfların açılması, bu da bir zərurət deyil. Bəli. Eyni zamanda bir insanın həccə getməsi, əgər imkanın varsa, sən deyir həccə gəl, yoxdursa deyir dua ilə gələn. Və yaxud da qurbanla bağlı zənginsən, deyir sən kəs gələn. O zəngin deyilsənsə, gedib sən borca gelib özünü məsuliyyət altına atma gələn. Bax, İslam dini bir idrak dinidir. İnsan təfəkkürünü açır. O bir yerdə bir daha söyləmişdi ki, Quran insanı öncə özünün o ağlının divarlarından aşırır. Sonra bu dünyanı ilə gəzdirir, bu dünyanın hüdudlarından keçir. Sonra insanı bu kainatın çapına götürür. Kainat çapını gəzdikdən sonra o metafizik aləmləri gəzdirir. Yəni Allah Teala qulunu böyük düşünməyə dəvət edir. Biz o böyük düşüncəni, məfkurəni tərk edib bu dünyanın içərisindəki münasibətlərimizə gəlincə insan başlayır kiçilməyə. Çünki böyüklüyü tərk etdi. Doğrudur. Allah Teala Quranda demir dünyanı tərk edin. Fəbtəği fīmə təqallahu dərəl əxirə. Deyir sənə burada verilən nemətlərlə daril əxiranı qurtar. Və la tənsə nasibəkə minəd-dünya. Əhsin kəmə əhsən Allahu ileyk. Baxın, ayələr əslində Bunun tərcümələrini deyək, zəhmət olmaz. Allah Teala deyir ki, arxasında söylüyor ki, baxın, siz dünyadan payınızı unutmayın, nəsibinizi unutmayın. Biz yaşadığımız bir dünyanı da Nəbilərin sultanı, o könüllərin Fatihi aleyhissalatü vesselam buyurur ki, dünya məzrəətil əxirə. Dünya da axirətin tarlasıdır. Biz burada alnımızın təri ilə, kürəyimizin təri ilə, zəkamızın təri ilə çalışacağıq. Ömrümüzün son anına qədər. U'budu rabbəkə həttə yətiyəkəl yəqin. O yəqin anı gəlinə qədər biz çalışacağıq. Mücadiləmizi, mübarizəmizi edəcəyik. Kitab yenə də söylüyor ki, sən deyir ki, Allah sənə ehsan etdiyi kimi, Rəbbim sənə yardım etdiyi kimi, əlindən tutduğu kimi, sən də özündən aşağıda olan fəqirə, füqaraya, yoxsula əl tut. Amma burada bir israf qapısı açma. Çünki israfla bağlı ayə də innəl mübəzzirinə kənu ixvanu şeyatin deyir. Demir, bir yerdə doğrudur, qadağa qoyur. Amma burada deyir ki, şeytanın qardaşlarıdır. İsraf edənlər şeytanların qardaşları. Şeytanların qardaşlarıdır və yaradan kulu işrabu və la tusrifu. Ya müxtəlif yerlərdə, müxtəlif şəkildə. Yəni Allah Teala bizə hansı şəkildə, hansı kəlmələrlə söyləsin ki, biz qul olaraq bəndəliyimizi eləyək. Deyir, israf eləmə, ye, iç, israfa getmə. Odur ki, yas mərasimlərində də ifadə elədiyiniz kimi bir israf məclisi yox, bir islah məclisi olmalı. Orada bir irfan pətəyi olmalı. Oradakı 15 dəqiqə, 20 dəqiqə, biraz öncə Mail müəllimin söylədiyi kimi, oradakı təsirli söhbətlə İnsan bəlkə də bir əməlindən, bir çirkin işindən peşman olmalıdır. Tövbə eləməlidir ki, aman, mən qonşuma haram iş görmüşəm, onun qəlbini qırmışam, haqqına girmişəm, qul haqqı yemişəm, mən yalan danışmışam, mən rüşvət almışam, mən yaltaqlıq etmişəm. Bütün bunları bəlkə də orada bir hədislə, bir ayə ilə insan ayılır, oyanır. Axı biz müsafirik. Onsuz da bu dünya bir səfərdir. Enişi var, yoxuşu var. Bu anda bizə kullu nəfsin zəiqətil maut ayəsini xatırladacaq. Hər kəs ölümü dadacaq. Sənin də bu son nəfəsin var. Əslində o xutbələr, o vaazlar, o nəsiyyətlər bizə öz kimliyimizi, bizi özümüzə, öz fitrətimizə qaytarmalıdır. Onda bəli, o yas mərasimlərdə biz öz nəsibimizi almış hesab olunacaq. Təşəkkür edirəm ağa müəllim. Yəni biz ehsan yaxşılıq etmək deməkdir. Əslində ehsan salih əməldir. Və ilk 3 gün çıxılmaqla digər vaxtlarda insanlar öz vəfat etmiş şəxslərin adına ehsan verə bilərlər. İlk 3 gün çıxmış. Onların şəxsi hüququdur. Amma əsas məsələ nədən ibarətdir? Əgər biz ehsan veririksə, onu ehtiyacı olanlara verəcəyik. Məhz ehtiyacı olanlar gəlib atamızın, anamızın, qohumlarımızın adına verilən o süfrədə yemək yeyəndə bu ehsan sayılır. Amma zəngin insanlar gəlib orada yeyirlərsə, üstəlik sizin də qeyd etdiyiniz kimi bu ehsan süfrələri yeyib pul yazdırma mərasiminə çevrilibsə, burada nə xalis niyyətdən biz danışa bilmərik, nə də salih əməldən danışa bilmərik. Yəni biz bir adamın adına Allah üçün yaxşılıq eləmək istəyiriksə, onu pulla mı görürük?
Yəni ona görə də yas sahibləri də, ölü sahibləri də fikirləşsinlər ki, əgər o ənənəni yaşadırlarsa, ondan uzaqlaşsınlar. Atamın adına yemək verib sonra onun pulunu alıramsa, bu heç bir halda ehsan hesab oluna bilməz. Müəllim, bəzi şəxslər ehsan industriyasının qalmasında maraqlı görünürlər. Yas mərasimlərinin kommersiyalaşması, bax, yasla bağlı mənəvi dəyərlərimizə, yaxud ümumiyyətlə bizim dini dəyərlərimizə cəmiyyətdə necə təsir göstərir? Kommersiya dinə zidd deyil, amma baxır harda, necə. Az öncə siz gözəl qeyd elədiniz, bəzi məqamlarda pulun, kommersiyanın müdaxiləsi ixlası pozur, xalis niyyəti pozur, mənəviyyatı pozur. Kommersiya İslamda var, təbii. İslam kommersiyanı qəbul eləyir, amma İslamda elə bir şeylər var ki, o kommersiyada yoxdur. Təxminən son 2 ildə 2 yaxınımı itirdim mən. Öləniz rəhmətli. Demək, bir ruhani gətirdik biz məclisə. Onun haqqında çox deyirdilər, çox irfan adamıdır, öz bölgəmizdə. Özüm getdim, gətirdim. İlahi, bu insan 4-5 saat bir gün ərzində danışdı, mən doymadım. Danışdıqları da nə məntiq idi, nə fəlsəfə idi. Quran ayəsi, hədis idi. İnsanların hamısı da oturub sakit qulaq asırdı. Orada sanki, biz burada necədir məsələ? Bir qədər məsələni irfaniləşdirək. Bəzən deyilir ki, Quran, İslam yas mərasimlərində deyildiyi üçün, danışıldığı üçün elə assosiasiya olunur ki, İslam yəni yas. İslam yəni yas. Belə deyil, əzizim. Necədir? Mən düşünürəm. İslam yas mərasimi üçün deyil. İslam ümumiyyətlə bütün sahələr üçündür. Yas üçün, toy üçün, biznes üçün, ictimai münasibətlər üçün. Hər yerdə o var. Mahis müəllim, onda sizin bu yanaşmanızdan belə bir sual doğur. Biz yas mərasimlərində bizim din xadimlərimiz onda daha çox hansı mövzulara köklənməlidirlər ki, Bəli. həmin o sizin dediyiniz yanlış təsəvvür aradan qalxsın? Demək, Qəzzalinin Cəvahirul Quran əsəri var. Ağa müəllim Qəzzalini çox sevir. Qəzzali deyir ki, Quranın bəzi ayələri insanın irfani baxımdan vücudunu, şəxsiyyətini dəyişdirir. Məsələn, hüquqi ayələrin, o deyir, hüquqa aid olan ayələrin insanın özünü islah etməsi, ekzistensial baxımdan, vücudi baxımdan özünü dəyişdirməsi, başqa bir insan olması, tövbə etməsi üçün elə bir ərmağanı yoxdur. O hüquqdur. İslamın irfani, əxlaqi ayələrini cəmləyib, adını qoyub Cəvahirul Quran, Quranın cəvahiri. İndi şübhəsiz ki, o ayələr, o hədislər oxunmalıdır. Amma burada, bayaqki məsələni mən bitirim, o İslam təkcə yas üçün deyil. İslam ümumiyyətlə böyük bir çətirdir, hər şeyi əhatə eləyir. Yas mərasimlərində Quranın oxunması, hədisin oxunması, Allah kəlamının oxunması daha çox vacibdir. Ona görə ki, yas mərasimində insan çox kədərli, çətin anlamdadır və ən kədərli anında ən yaxın dostunu xatırladır. Yəni Allahı. Bu çox düz mütənasibdir bu. Düz gəlir. Düz gəlir. Bəs kimin kəlamı oxunsun? İnsan ən çətin anında kimi axtarır? Ən yaxın dostunu. Kimdə ən yaxın dostu? Bizə şah damarımızdan ən yaxın. Bəli, yaxındır. Allah. Ən böyük təsəlli verici, təskinliyi verən odur. Ona görə onun kəlamı oxunmalıdır da. Onda Mail müəllim, mən belə başa düşdüm ki, haqlı olaraq başa düşdüm ki, siz də haqlı olaraq qeyd edirsiniz ki, əlbəttə ki, yas mərasimlərində Quran oxunmalıdır. Amma Quranın elə ayələri seçilməlidir ki, Təbii. mənəvi cəhətdən yas sahibinə dəstək olsun. Şübhəsiz.
Şübhəsiz. Həyatın faniliyi, axirət həyatının əsas həyat olmağı, Bəli. sonra itkilərin bu dünyaya aid olmağı. Bəli. Amma əslində o itkilər əbədi itkilər deyil. Biz də köçdüyümüzdə onlarla görüşəcəyik. Bəli. Bu sayaq yanaşma yas sahibinin də əlbəttə ki, istirabını azaldacaqdır. Şübhəsiz. Bununla yanaşı biz elə ayələrə toxunuruq ki, orada gələn insanlar ölümü xatırlayırlar, ibrət götürürlər, həyatın heç də onlar üçün əbədi olmadığının fərqinə varırlar. Və elə başa düşürəm ki, biz məhz yasa uyğun olan motivlərə kökləndikdə, Bəli. İslamın da çətin anda insanların yanında olan mənəvi tərəfini qabartdığımızda, Şübhəsiz. elə başa düşürəm ki, bir növ layiqi ilə yasları idarə etmiş olur. Tamamilə doğrudur. Mətn zəngindir. Quranın hədisləri mətni zəngindir. Sadəcə olaraq onu ərsəyə gətirən bir alim lazımdır. Bəli. Orada 1000 dənə şərt lazımdır alimdə. 100 dənə, 1000 dənə şərt lazımdır. Onu necə təqdim eləsin, necə insanlara çatdırsın, necə danışsın, az danışsın, çox danışsın, nə qədər danışsın. Bax, onlar yoxsa ki, mətn özünü gəlib özünü təqdim eləyən deyil ki. Bilməz, bəli. Mətn samitdir, oturub yerində. Ramiz Rövşən deyir, hamı mənə sarı gəlir, mən durmuşam yerimdə. Hamı o mətnə sarı gedir, amma mətn yerindədir. Burada şəxsiyyət insan amili, alim amili burada çox önəmlidir. Sözünüzü balla kəsim. Həzrət Əleyhisselam deyir ki, Quran səssiz bir kitabdır. Onu danışdıran səssiz. Bəli. Ya danışdıran, onu danışdıran. Son olaraq hər iki mütəxəssisimizə eyni sualı verəcəyəm. Əlbəttə biz problemlərdən danışdıq ki, yas mərasimlərində ehsanlar bəzən İslamın qoyduğu qaydalardan kənara çıxır. İslamın qoyduğu 3 gün şərtinə əməl olunmur. Yaxud digər vaxtlarda əgər biz vəfat etmiş şəxslərimizin adına ehsan verdiyimizdə daha çox zəngin insanları, tanınmış insanları biz çağırırıq bu cür ehsanlara. Problemi həll eləmək üçün, İslamın həqiqi ehsan ənənəsini geri qaytarmaq üçün yaslarımızı sözün həqiqi mənasında vəfat etmiş şəxsin xeyrinə olan mərasimə çevirmək üçün biz nə etməliyik? Buyurun. Hər şeyin başlanğıcında əlbəttə ki, mərifət deyilən bir anlayış var, tanıma, tanıtma. Maarifləndirmə deyilən bir şuur var, şuurlandırma. Biz dəyərlərimizi, o insanı insanlığın zirvəsinə götürən dəyərləri nə qədər çox təmsil edib, təbliğ etsək, o daha çox 21-ci əsrin insanın idrakına uyğun olacaq. Amma burada bir, örnək çox önəmlidir. Baxır ki, o cəmiyyətdə yaşayan insanların, özəlliklə din xadimlərinin, biz ayrılıq, seçkilik eləməyək, bu din xadimidir, bu dünya insanıdır. Amma din yol deməkdir də, yolda olan insan, doğru istiqamətdə olan insan öncə o nümunə olmalıdır. Məsələn, bir bölgədə yaşayan bir zəngin adam və yaxud da din xadimi öncə o çalışmalıdır ki, doğruları yerinə yetirsin. Çünki 1000 yanlışı etmək bir doğru qədər əhəmiyyət kəsb eləməz. Önəmli olan doğrunu eləməkdir ki, o bizim əməl dəftərimizə savaba çevrilsin. Təşəkkür edirəm. Buyurun, müəllim müəllim. Ağa müəllim gözəl qeyd elədi, nümunə olmaq lazımdır da. Kimsə bəli, mütləqdir, özü bir addım atsın və bilsin ki, onun bu addımı böyük bir xeyir işdir, əməldir. Başqaları üçün hamının imkanı yoxdur. Biz imkanı az olan insanları da düşünmək məcburiyyətindəyik. Heç kim deməsin ki, mənim imkanım var, eləyirəm, heç kim mənə müdaxilə edə bilməz. Elə düşünməyək. Biz cəmiyyətdə yaşayırıq. Biz imkanı zəif olan insanları da nəzərə almalıyıq. Onlara da bir örnək olaq, onlara da bir yol açaq. Mail müəllim, ağa müəllim, hər ikinizə gəldiyinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun. Əziz tamaşaçılar, İslam dininin yas ənənəsi bir neçə prinsipə əsaslanır. Onlardan birincisi bundan ibarətdir ki, müsibət sahiblərinə əlavə yük olmamaq lazımdır. Ehsan anlayışı ziyafətdən fərqlənməlidir.
Və həmçinin yas ab-ı havası da özünün sakral bütünlüyünü, ruhunu qoruyub saxlamalıdır. Qısası, dinin məntiqi belədir. Əziyyəti olan ailəyə xidmət göstərmək lazımdır. Ondan xidmət ummaq deyil. Allaha əmanət olun.